İndi təqdim edəcəyimiz süjet yaralı vəziyyətdə düşmən tankını məhv edərək 100-dən çox əskər və zabitin həyatını xilas edən şəhid Elbrus Bayramov haqqındadır. O, xüsusi xidmətlərinə və göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Vətən Müharibəsi qəhrəmanı adına layiq görülüb. Şəhidin boya başa çatdığı Beyləqan rayonundan reportajımız var. Elbrus Bayramovun arzusu hərbiçi olmaq idi. Ona görə də uşaqlıqdan qətiyyətlə bu peşəni seçəcəyini deyir. Cəmşid Naxçıvanski adına hərbi liseydə, sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir. Özü sevmişdi o məktəbi, özü seçmişdi. Özü seçmişdi o məktəbi. Elə deyir ki, hər şey yaxşıdır, qaydasındadır, nizam-intizamlıdır, ordumuz nizam-intizamlıdır. Biz də o vəzifəni, bizim borcumuzdur. Biz dövlət adamıyıq, dövləti müdafiə etməliyik, torpaqlarımızı müdafiə etməliyik. Onları biz azad etməliyik. Özünün sabahtlığına görə, özünün nizam-intizamlığına görə onu tabur komandiri seçmişlər. Mayor ünvaniyəsi vermişlər ona. Qəhrəmanımız 9 il əvvəlin bu günlərində aprel döyüşlərində iştirak edir. Onun döyüş yolu Vətən müharibəsinə dək uzanır. Elbrus Bayramov Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şücaəti ilə seçilir. Oktyabrın 2-sində şəhidlik zirvəsinə yüksəlir. Deyirdim, hüquqşünas ol, sən tarixi çox sevirsən, coğrafyanı. Dedi, ana, yox, mənim 3 yoldaşım, 3-ü də hərbiçi olmaz. Elsəvər, Sənan, bir də Elbrus, 3-ü də mayor idi. 3-ü də şəhid oldu. Ağladım, ağlayanda dedim, Elbrus, qurban olum, özü qoru. Dedi, ana, ağlama, bizə dua elə, çoxlu dua elə. Elə on danışığım, son danışığım o oldu. Elbrus Bayramov o qədər cəsur idi ki, əlində qumbara düşmən tankının qarşısına çıxır. Öz canı bahasına hücumu dəf etməyə nail olur. Qəhrəmancasına bütün ekipajını qutarıb, özü şəhid olmuşdu. Bu mənim qürur yerimdir, fəxr yerimdir. Biz başı uca gəzə bilmirdik. Ona görə ki, torpaqlarımızın bir hissəsi işğal altındaydı. Ancaq bax, bizim bu evlatlarımızın sayəsində o işğaldan azad olduq və başımız uca oldu. Başımızı uca edən, bayrağımızı azad Qarabağda dalğalandıran qəhrəmanlarımız qürur mənbəyimizdir. Onların peşəkarlığı, şücaəti yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir. Ölümündən sonra Mayor Elbrus Bayramov Vətən müharibəsi qəhrəmanı adına layiq görülüb. Vətən uğrunda Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub. Şamilə Şamil qızı Kəmran İsayev, ASTV Xəbər.